Martın 6-sında Latakia, Tartus və Homs əyalətlərində Suriyanın yeni hakimiyyətinin təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verdi. Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd Əl-Şəra ölkənin qərbində vəziyyətin pisləşməsini şərh edərkən dedi ki, bugün biz yeni təhlükə ilə üz-üzəyik. Biz heç bir xarici qüvvənin və ya yerli tərəflərin ölkəni xaosa və ya vətəndaş müharibəsinə sürükləməsinə imkan verməyəcəyik. Hətta o, mübarizənin amansız olacağı da dedi və belə də oldu. Yüzlərlə silahlı öldürüldü. Qanlı qarşıdurma vəziyyəti o qədər gərginləşdirmişdi ki, Suriya, Türkiyə, İraq və İordaniya Əmmanda təhlükəsizlik sahəsində əməkdaşlıq mövzusunda danışıqlar apardı. Biz terrorizmlə, xüsusən də IŞİD-lə mübarizədə vahid mövqeyi təsdiqləmişik. Qruplaşmanın qardaş Suriya, ölkələrimiz, region və ümumilikdə dünya üçün yaratdığı təhlükə ilə mübarizə səylərimizi birləşdirərək koordinasiyalı əməliyyatlara başlamaq barədə razılığa gəlmişik. Özellikle somut neler yapabiliriz? Onun üzerinde durduk. Bunların başında bölge ülkeler olarak özellikle DAEŞ'e yönelik bir ortak müşterek operasyon ve istihbarat mekanizmasının kurulması konusunda karar aldık. Arkadaşlarımız bu konuda çalışacaklar, somutlaştırmak için. IŞİD-in yayılması yalnız Suriya-İraq, Suriya-İordaniya sərhədlərində deyil, həm də Suriya daxilində müşahidə olunur. Kəşfiyyat məlumatlarını mübadilə etməliyik və bu səbəbdən həm xarici işlər, həm müdafiə nazirləri, həm də kəşfiyyat rəhbərləri ilə görüşlər keçirildi. Məlumat mübadiləsi aparıldı. Deməli, IŞİD yenidən Suriyanın parçalanması üçün istifadə olunur. Amma məsələ təkcə IŞİD deyil. Bu, baş verənlərdən əvvəl isə silahlı durzilər Suriyada hökumət qüvvələrinə problem yaratmağa başlamışdı. Bəzi zəif iradəli insanları vətəndaş müharibəsinə sürükləmək istəyirlər. Bunun necə bitəcəyini bilmirəm. Siyonizm Qəzza və Yordan çayının qərb sahilində Fələstin xalqını sıxışdırmaq üçün durzilərdən əskər və zabit kimi istifadə edir. Bugün Suriyada Cəbəl Əl-Ərəbə hücum etmək istəyirlər. Mən bu qənaətdəyəm ki, işğal altındakı Fələstindəki durzi icmasının təmsilçisi Şeyx Müvəffəq Tarif bizi təmsil etmir və siyonist qüvvələr tərəfindən dəstəklənir. Deməli, Suriyanın yenidən müxtəlif silahlı qruplaşmalar üçün meydana çevrilmək riski yaranır. Maraqlıdır. Bölgədə Kürd silahları ilə mübarizədə əhəmiyyətli irəliləyişin əldə olunması fonunda digər silahlı qruplar baş qaldırdı. Sual yaranır ki, bu necə baş verir? Suriyada dezinformasiyalar əsədçilərin mövqeyini gücləndirmək üçün istifadə edilir. Qəzza ilə bağlı dezinformasiya isə İsrailin daimi qurban olması fikrini qanuniləşdirmək üçün dövriyyəyə buraxılır. İnsanlara təbliğatın nə olduğunu, dövlətin kimi susturduğunu başa salan sistem yaradılmalıdır. Mediadan necə istifadə edildiyini izah edəcək media savadlılığı olmalıdır. Deməli, Suriyada müvəqqəti hökumət üçün vacib məsələ hakimiyyətdən devrilən Əsəd tərəfdarlarının yenidən müxtəlif yollarla söz sahibi olmasına qarşı informasiya müharibəsi aparmaqdır. Silahlı toqquşma indi yerini informasiya müharibəsinə ötürməlidir.